İzləyicilər, bu gün mən sizinlə kievski kotlet hazırlayacağım. Bilirəm, indi bəziləriniz düşünəcək ki, mən döşətini döyəcəm, daha sonra döşətin içinə yağ qoyacağım. Yox, olduqca asan, ekonomik və eyni zamanda ləzzətli üsul paylaşıram. Bu fərqli üsuldur. Bəli, belə kievski hazırlamırlar deyəcəksiniz, amma eyni dad, hətta daha gözəl dad əldə edib, üstəlik daha ekonomik nəticə olacaq. İnanın xoşunuza gələcək. Deməli, hazırda mənim 400 qram döşətim var. 2 diş sarımsaq götürmüşəm. İstəməsə istifadə etməsiniz. Normal reseptdə sarımsaq yoxdur. Ancaq mən sevdiyim üçün istifadə edirəm. Öncə döşətini istəyirsiniz blenderdən keçirdin. Mən ət maşınından keçirdəcəm. Ancaq iri gözünü. Çəkilmiş döşətinə duz, istiyot, təbii ki, istəsəniz qırmızı istiyot əlavə edə bilərsiniz. Əlavələr edilir və qarışdırılır. Bəli, indi bir çoxlar deyəcək ki, bu tərkib deyil, onsuz da bu məsələ burasındadır ki, bir çox tərkibdə dəyişiklik edəndə bu sənin özünə aid tərkib olur. Nəzərinizə çatdırım ki, bunu etsəniz həqiqətən xoşunuza gələcək. Məncə yoxlamaqda fayda var. Yaxşıca qarışdırırıq. İstəsəz prosesi əlinizlə də apara bilərsiniz. Daha sonra bizə lazım olan ərzaqlar. 2 ədəd yumurta hazırlayın, soyuducudan çıxarmaq vaxtıdır. 2 ədəd yumurta, çörək tozu və yaxud belə deyim, suxari tozu və azacıq un. Təxminən burada 6 kotletlik olduğu üçün yarım stəkan un lazım ola bilər, biraz daha az. Təxminən yarım stəkan çörək kirşanı, 2 ədəd yumurta və 6 qıça, təxminən belə deyim, 6 dolu xörək qaşığı qədər ortaq temperaturasında saxlanmış sliviçni yağ. Yaxşı olar ki, yaxşı yağ istifadə edəsiniz. Ankor, Westcold kimi. Çünki ətri gözəl olan yağ olmalıdır ki, döşətinin içindən axanda yeməyinizin ləzzəti insanları valeh edə bilsin. Deməli belə, mən artıq ətimi hazırladım. İndi yumurtamı qırım. Deməli belə, yumurtamızı çırpdıq. Unu və çörək kirşanını qarışdırırıq. Çörək kirşanı ona qədər, ona nisbətdə daha çox olmalıdır. Çörək kirşanından çox az duz da əlavə edək ki, təxminən bu qədər. Və yumurtamızı çalaq. Tamamen çalınır. Belə, ümumi tərkib hazırda düz qarşımızda durur. İndi başlayırıq kotletlərimizi hazırlamağa. Prosesi başladıqda əlinizi yuyub, əlinizi suya, nəm suya, daha doğrusu eləcə suya vurmağınız məsləhət görülür. Əlinizi ıslatdıq. Kotletdən bir hissə götürürük. Daha doğrusu ətdən. Yaxşı olar ki, mən bunu biraz əlimlə yoğurum. Tam bir hissəli olsun. Bəli, artıq istədiyim kimidir. Mən indi ondan gördüyünüz kimi bir hissə götürdüm. Burada bu ölçüdə yağım var. Yağ əlimlə böyürlərini yumuşaldıram. Dediyim kimi otaq temperaturundan biraz, yəni əlimdə əriməyəcək temperaturdadır. Eyni zamanda forma verə biləcəyim. Əti bu şəkildə kənarlardan içəri doğru içinə qoydum. Gördünüzmü yağı? Və hər yerinə tutacaq kimi formada yaxşıca bağlayıram. Biraz oval forma veririk. Ət nazik olan yerlərə ət implant edə bilərsiniz. Və buraxırıq yumurtanın içinə. Yumurtanın içində bir balaca fırlanır.
gəlir. Onun içinə hatta da onunla tanış olur. Sonra yenidən yumurta. Və yenidən un. Nəzərinizə çatdırım ki, bu şəkildə hazırlamış olduğunuz kotletləri soyuducuda, qabın içində, üzərinə stik çəkilmiş formada saxlayıb, daha sonra istənilən zaman bişirməzdən 20 dəqiqə qabaq çıxarıb, buzunun getməsini gözləyib, daha sonra bişirə bilərsiniz. Kiyevski kotleti bişirmək üçün bizə üzərinə çıxacaq miqdarda duru yağ lazım olacaq. Kotletimiz hazırdır. Kotletimizi kənara qoyuruq və hər birini eyni formada hazırlamaqla digər kotletlərimizi hazırlamaq üçün işə davam edirik. Bəli, hörmətli izləyicilər, bütün kotletlərimi hazırladım. İndi isə keçirik bişirməyə. Keşiyə ölçülü balaca bir qazan götürürük. Balaca götürməyimizin səbəb yağı ekonom etməkdir. İçinə duru yağ tökürük. Qarğıdalı yağ istifadə edirəm. Zeytun yağı məsləhət görmürəm, iyi dəyişəcək. Eyni pirajki kimi qarğıdalı yağı kotletlərimin üzərinə çıxacaq qədər olmalıdır. Yəni ümumi hesabla bu qazana ən azı 2 stəkan duru yağ istifadə olunur. Duru yağı, yəni istifadə etmiş olduğunuz duru yağı 2 dəfə istifadə edə bilərsiniz. Çünki onsuz da yanmır. 2 dəfə istifadə edə bilərsiniz, ancaq süzmək şərti ilə. Bir dəfə istifadə etdikdən sonra süzün, ikinci dəfə istifadə edə bilərsiniz. Amma üçüncü dəfə artıq çölə atmalısınız. Qazı yandırıram və yağın tamamən qaynar olmağını gözləyirəm. Yağlar qaynar olmalıdır. Yağın qaynar olduğunu yoxlamaq üçün artıq təxmini biləcəm ki, yağ qızıb. O zaman içinə bircə damcı su tökün, əlinizə tutaq isladın və yüngülcə uzaqdan əlinizə sıçradın. O zaman əgər səs gəlirsə, o su cız edirsə, o zaman demək ki, sizin artıq yağınız hazırdır. Yalnız kotletləri o zaman qaza əlavə edin. Deməli, yağ tamamən qaynamalıdır. Yağ artıq hazırdır. Gördüyünüz kimi suyu sıçradıram və yağdan səslər gəlir. Yağım qaynardı. Bir də yoxlayın, dəqiq olsun. Əlimdə də su gəlmir ki, sıçrayım. Yox. Yox. Hələ hazır deyil. Baxın, yağ hazırdır. İndi mən onun içine əlini atsam kotleti, əlim yana bilər. Yaxşı olar ki, ya kəptirlə, ya tutkacınız varsa bir tutkaca kotletləri yağın içine bırakın. Yavaş özü pişəcək. Çok tərpətməyin, içindəki yağ dağılmasın. İçinə qoyduğumuz yağ əriməlidir. Nəzərdə çatdırın ki, içinə qoyduğumuz yağı biraz daha qaşıqla düyüb, içinə şüyüd də qata bilərik. Yəni, iştahınız elə sevirsə, elə çəkirsə, elə də edə bilərik. İndi qoyuruq, tamamən qaynayır. Bir dəfə proses ərzində çevirəcəyik, kotletlərimiz pişəcək. Bir dəfə çevirdim yağın içində, pişməyə davam edir. Hörmətli izləyicilər, əgər istəyirsinizsə servis etmək zamanı yanına pörtlənmiş, azca pörtləndikdən sonra yağlı qovrulmuş düyü və yaxud gözəl qızardılmış kartof əlavə edə bilərsiniz. Servis olaraq olduqca ləzzətli və görkəm olaraq da gözəl görünür. Ən yanına yaraşanlı düzünü deyim ki, taclanmış düyü və yaxud kartofdur. Ancaq spagetti də ola bilər. Kiyevski kotletlərim hazırdır. İndi mən onu sizin gözünüzün qarşısında kəsəcəm və siz görəcəksiniz ki, necə maraqlı və gözəl ləzzət əldə etmişik. Deməli, kəsdiyiniz zaman içindən yağın axması
yeməyin həm olduqca ləzzətli, həm də olduqca sürpriz dolu bir yemək olduğunu göstərir. Əgər siz də bizim reseptlərimizi bəyənirsinizsə, haqqımızda yaxınlarınızla bölüşməyi, abunə olmağı unutmayın. Dəyərli zamanınızı ayırdığınız üçün diqqətinizə görə minnətdarım. Sağ olun.